Salam Azərbaycan. Salam Azərbaycan. Salam Qabal. Bakıda yaşayan Azərbaycanlılar yox, ətrafda yaşayan Azərbaycanlılar Qarabağa yığılacaq. İnşallah. Salam Azərbaycan, salam Gürcüstan, salam Türkiyə. Elə bir moment gəlir ki, o momentdə istəyərsən ki, aşıq muzikası oxunsun, çalınsın. Salam Azərbaycan. Salam Azərbaycan. Bizim Azərbaycanımızın bütün adət-ənənələrini, bizə xas olan nə varsa hamısını qoruyub saxlayırlar. Bir daha təşəkkür edirəm. Biz Birlik Şəhərindən bir gündən buradayıq. Doğulmuşam Gürcüstanda və hər cümə günü, başqa günlər də yığılırıq, hər cümə günü xüsusi olaraq yığılırıq. Verilişimiz öz axarda davam edir. Biz sizə məlumat verdik ki, bax bu Almatı şəhərində, Qazaxıstanın ilk paytaxtı olan Almatı şəhərində yetərincə bizim Azərbaycanlarımız yaşayır, amma bizim o qədim torpaqlarımız Borçalı elindən, Gürcüstan mahalından, yəni o torpaqlarda yaşayan bizim həmyerlərimiz Qabal adlanan, onu kənd kimi deyirlər, amma mən onu böyük bir mahala bənzədirəm. Çünki mən hansı insanlarla qarşılaşdım soruşuram, Qabal özdəki hamısı maşallah böyük iş sahibləri, yəni burada Azərbaycanımızın adını layiqincə qoruyan insanlar və həmin insanlardan biri də mənimlə həmsöhbətdir. Mən anadan olmuşam 61-ci ildə, siz nəyə qeyd elədiyiniz kimi Qabal çökəndə Gürcüstanda. Gürcüstanda anadan olub 10-cu sinifə qutarıb orta məktəbinə gəlmişəm Almatıya. Almatıda mənim böyük qardaşım yaşayırdı, əmim oğlanları yaşayırdı. Yaxşı vəzifədə tuturdular, ali təhsilli insanlardılar. Almatıya gəldim, Almatıda bir il işlədim. Sonra məni götürdülər, getdim əskəriyə. Əskərlikdə yaxşı saldat olduğuma görə məni partiya götürdülər. O və də Kommunistik partiya çox karyerist kimi yox, sadəcə bir insan kimi, bir vətənpərvər olan kimi məni partiya götürdülər. Ondan sonra mənim saxam əmim bugün də sağdır, 80 yaşı var, çox ali təhsilli, çox böyük vəzifədə işləyən. Bana dedi, əmi oğlu, get polisə işə. Dedim, yaxşı, mən razılıq verdim. Getdim polisə işə. Sport da bana çox verdi, güləşirdim, kollektivin adını qaldırırdım. Deyə bilmərəm ki, çox böyük titulum var, ancaq sport da bana çox şey verdi. Yəni, sport tərəfdən, partiya tərəfdən gördülər ki, məndən nəsə yaxşı polis işi çıxa bilər. Məni götürlər polisdə, sonra qavaqlar bir neçə il keçəndən sonra bizim rəhbər dedi ki, biz inandıq, inan doğru oldu. Yəni, həqiqətən qabaqçıl bir polis oldum. Başqa должностlarda çalışdım, amma bir rayonda işlədim. Hesab olar ki, 23 il bir rayonda işlədim. Bugündəki hazırda pensiyadayım. Yəni, belə olar ki, 25 il vətənə verdim. Xidmət elədim, indi pensiyadayım. İndi gənə diaspora tərəfindən, ümumiyyətlə millətin təbliğatında Azərbaycanın keçmişi, Azərbaycanın gələcəyi, Azərbaycanın iradəsi, həmişə biz onu qorub saxlayırıq, onun mədəniyyətini, kulturasını hər yerdə təbliğ aparırıq. Mən çox bir xoşbəxtəm, özümü hiss edirəm ki, bugün Azərbaycan ideyası bütün dünyaya yayılıb. Bugün Azərbaycanlılara aşağıdan xuarı baxırlar, xuardan aşağı yox. Yəni, bugün Azərbaycanın o qədər mədəniyyəti, o qədər inkişaf olunub, hələ də bəlkə də gənə inkişaf olacaq. Bugün Azərbaycan lider bir diasporadır. Mən niyə deyirəm ki, bu Azərbaycan diaspora bugün çox liderdir Qazaxstanda, yəni bizi tanıyırlar
bizdən hesablaşırlar, bizi dəstək olurlar. Sağ olsun Əbülfəz Müslümoviç Hamidov, o Assosiasiya Azərbaycanlılarındır. Həmişə bir yerdə bütün Azərbaycanın problemlərini, Azərbaycan iradəsini qoymuşuq ortaya, onu qoruyub saxlayır. Bizim Azərbaycan cəmiyyəti çox gözəl inkişaf edir. Bizim Azərbaycan cəmiyyətindən dəstəkləyirlər. Bizim Azərbaycan cəmiyyətindən hesablaşırlar. Biz Azərbaycanda gedən sürətli bu siyasəti təsəvvür bu siyasəti öyrənirik. Biz bilirik ki, bu siyasət belə sadəcə fraza deyil. Azərbaycan bugün dünya ictimaiyyətinə, mədəniyyət mərkəzinə çevrilibdir. Hər bir şəxsi Azərbaycan bugün gözəl hərəkətinlə, duruşuyla, mədəniyyətinlə dünya nümayə göstərir. Vallahi mən çox razıyam. Mən bilirəm ki, bugün Azərbaycanda gedən inkişaf heç bir SNG yoxdur. Azərbaycan bu gün inkişafda SNG-də birinci yeri gedir. Əgər səhv eləmirəmsə, dünyada 30 neçənci yerdədir. Amma SNG-də birinci yerdədir. Deməli, Azərbaycanda bütün hər şey var. Yəni, nə deməkdir? Rusunu desək, bütün предпосылка var ki, hər tərəflə Azərbaycan qələbə çala bilər. Bugün qələbə odur ki, kimisə öldürüb torpaqlarına. Yox, biz öz torpağımızı götürməliyik. Qələbə bugün insanın mədəniyyəti də bugün qələbədir. Təbliğat da qələbədir. Bugün ən irəlidə gedən təbliğat, mədəniyyət, kulturadır. Yəqin ki, ailənsiz. Neçə övladınız var, neçə övlad yetişdirirsiniz Azərbaycanımız üçün? Ailəliyəm, 2 qızım, 1 oğlum var. Allah saxlasın. Böyüklər yoxsa kiçiklər? Böyük 2 qızım var, Leyla, Müsəmbər, qızım anamın adını daşıyır. İkisi də evlidirlər. Talih, kiçik Talih oğlum. Nəvə var mı? Nəvəm var. 2 qız nəvədir, 1 oğul nəvə var. Övladdan nəvə. Demək, çox şirindir. Şirin, həddən artıq şirindir. Axırıncı nəvəm adını Zaur qoyduq. Yanvarın 3-də 1 yaşı olacaq. Çox gözəl, Allah saxlasın. Toyunu görəsiniz. Sağ olun, sizdən bərabər. Layiqli övladlar olsunlar. İlham müəllim, bəs Talih oğlunuz? Talih oğlumun yanvarın 1-də 15 yaşı olacaq. 8-9 ildir idmanla məşğul olur. Nailiyyətlər var. Ukraynada Kubok Miranı uddu. Qazaxıstan çempionudur 2-3 dəfə. İkinci dan, o karatistlər bilir nə deməkdir dan. İkinci dan qara poyes. Bu vaxt may ayında aldı kandidat master sporta. Əlbəttə ki, uşaqdır, həm oxumağı, həm sportu. Mən sevinirəm ki, Azərbaycan idmanlarına baxır, onun kumiri Rafael Agayev'dir. Əgər imkan olsa efir vasitəsində bütün mənim ailəm tərəfindən, Talih tərəfindən Rafael Agayev'a salam göndərir. Ona görə ki, Rafael Agayev Azərbaycan dolka elə ola bilər. Yapon sportunu ən yüksək filliyə qaldıran Azərbaycandır. Yapanlar ona baş əyir. Nətər mən fəxr eləmiyim Rafael kimi oğuldan? Yəni, ideal Rafaeli seçiblər. İdeal Rafaeldir. Sadəcə bizə onu demək istəyirəm ki, bütün dünyada yaşayan Azərbaycanlığa can sağlığı, bir də biraz hövsələ ki, biz 100% Qarabağa yığılacağıq. İnşallah. Bakıda yaşayan Azərbaycanlılar yox, ətrafda yaşayan Azərbaycanlılar Qarabağa yığılacaq. İnşallah. Biz keçən verilişlərimizdə sizə məlumat verdik ki, bizim bax bu Almatı şəhərində həm gənclərimiz, həm bizim yetişən körpə balalarımız, orta məktəbdə oxuyan balalarımız idmana böyük meyillidirlər. Bax burada biz sizə göstərdik bizim Azərbaycanlarımızdan dünya çempionu olanlar və Qazaxıstan çempionu olan insanlar, idmançılarımız var.
və bu günlərin biz Talih balamızın yanındayıq. Talih balamız da karate üzrə artıq bax görürsüz hər gün məşqlərdədir. Biz onu gəldik, bax məşq elədiyi bir sarayda, idman zalında onun necə məşq elədiyinə biz baxdıq, gördük və istərdik ki, Talih özü haqqında desin. Talih, salam, sənlə xoş gördük. Salam, 14 yaşım var. Mən 9-cu sinifdəyəm. 9 ildir karate ilə idman oluram. Elə ki 9 yaşından, 8 yaşından gəlmisiniz də karate eləyirsiniz. 6 yaşından. 6 yaşından. 6 yaşından idman olursunuz. Yaxşı, bax bu neçə ildir bax bu karate ilə məşğulsan. Hansısa yarışlarda iştirak eləmisən, sən eləməmisən? Hə, mən Ukraynada olmuşam. Ukraynada nə vaxt Ukraynada? 2013-cü ildə. 13-cü ildə. Orada hansısa qələbələrin oldu sənin, yoxsa ancaq elə çıxışlar? Dalaşdan birinci yer aldım. Birinci yer aldın, ay maşallah, maşallah. Maşallah, o vaxtdan birinci yer başlamısansa, demək sən Allah qoysa dünya, Avropa çempionu olacaqsan gələcəkdə. Mən Qalastanın flagını qaldıram, ancaq qələbə Azərbaycanındır. Gəl bunu çelim səni. Gözəl sözlərə görə. Görürsən Azərbaycanlı olmağın, bax Azərbaycanlı övlad olmağın necə yetişir bizim balalarımız bax burada Qazaxıstanda yaşamağına baxmayaraq həmişə ürəkləri Azərbaycanımızla döyünür. İndi gələcəkdə sənin hansısa bir yarış gözləyir, yoxsa elə ancaq hələ məşq? Biz gözləyirik Yaponiyada 2018-ci ildə dünya çempionatı olacaq. Orada gedəcəksiniz. Yəni o yarışda sənin adın var. Artıq sənin adın orada qeyd. Allah qoysa. Hamıya salam verirəm. Adların çəkdinəm. Qalib, Sabir əmi, Turan, Təbriz, hamıya salam verirəm. Talih bura gələndə çox balaca idi. İndi maşallah böyüyüb. Artıq 6 ildir ki, mən onun müəlliməsiyəm. O karate üzrə çox böyük nailiyyətlər əldə edib. Müxtəlif kuboklara layiq görülüb. Dünya çempionatında iştirak edib və çempion olub. Məşqləri çox məsuliyyətli yanaşır. Aprel ayında da çempionatlıq keçiriləcək və biz durmadan məşqlər edirik ki, istədiyimiz nəticəni, yəni çempionluğu əldə edək. Bu bizim qarşımızda duran ən böyük məqsədimizdir. Çox dəyərli bir Azərbaycanlımız, həkim, cərrah, uroloq Nurəli qardaşımızın yanındayıq. Nurəli müəllim, xoş gördük sizlərdə. Xoş gördük, xoş gəlmisiniz. Allahdan arzu edirəm ki, həmişə görüşlərimiz belə mənalı, can sağlığından, vətənimiz həmişə hər tərəfli bütöv. Allahdan onu arzu edirəm ki, sizin bir də gəlişiniz gəlib məni təbrik eləsiniz ki, bax Qarabağımızda alınıbdır, Azərbaycan bütövdür, onu arzu edirəm, onu görmək, eşitmək istəyirəm. Bax, necə oldu ki, siz bu həkim peşəsini seçdiniz? Həkimlik necə məndə yaranıb, elə bir ki, 5 yaşım olandan elə mən istəyirdim ki, həkim olam. Yəni ki, Allaha çox şükür ki, elə bir imkan yarandı. Təşəkkür edirəm ki, ata-anama ki, onların böyüklüyü altında mən də oxudum. Bugünkü gündə həkim gəlib Qazaxstanda yaşayır, Qazaxstanda çalışır. Budur ki, buna görə həkimdə belə bir nə var ki, həkim daxilimdə elə bir ki, iki adam yaşayır, həm müəllim, həm həkim. Kimsə xəstə gələndə həkimin yanına, həkim ona baxır, onu sakitləşdirmək, onu öz sözlərilə, burada bir filosofi, bir şair kimi, öz sözlərilə gəlin, yenə ki, xəstəyə gərək ruh verəsən, onun məsələn ki, müalicəsində, onu yaşamaq stilində məsələn ki, böyük rol oynayır. Ona görə həkimlərdə həmişə bu var. Həkimlər özləri də elə bir ki, necə deyərlər, bir şairlərdən sonra həm həkimlik, həm bir şair kimi onlar həmişə vardır. Məktəbdən sonra əsgərlik
getmişəm. Əsgərlikdən sonra əsgərlikdə olan zaman partiya keçmişəm. O keçmiş Sovet dövlətinin partiyaçısı kimi. Sonradan da gəlmişəm Semipalatinsk şəhərinə. O da Qazaxıstanın oblastıdır. Orada tibb institutuna qəbul olmuşam. Tibb institutunu bitirəndən sonra Taraz şəhərində orada çalışmışam. Sonra da 1999-cu ildə Almatıya gəlmişəm. Hal-hazırda Almatıda çalışıram. 2 özəl klinikada çalışıram. Yəni buradan başqa bir özəl klinika. Buradan başqa bir özəl klinikada çalışıram. Peki cərrah uroloq. Cərrah uroloq kimi 2 klinikada çalışıram. O insanın qəlbində, daxilində olan bir ruhdan asılı olan bir şeydir ki, elə bir moment gəlir ki, o momentdə istəyərsən ki, aşıq muzikası oxunsun, çalınsın. Elə bir moment də yaranır ki, orada necə deyirlər, muğama böyük bir ehtiyac var. Saz, muğam havaları elə bir ki, məndən qəlbimdə heç bir-birini məsələn vəhdət eləyən bir ən çox sevdiyiniz saz havası. Ən çox saz havası. Bilirəm, hansı havanı məsələn adı ilə deyə bilərsiniz ki, ən çox hansı havaya həmişə qulaq asmaq istərdiniz? Baş sarı tel. Bilməm, yəqin ki, ailəsiz və övladlarınız var. Bəli, ailəliyəm, yoldaşım da orta tibb texnikumunu bitiribdi, tibb bacısıdır. Hal-hazırda işləmir, evdədir. Qızım, o da Qazaxıstan, Rusiya Med Akademiyasında oxuyurdu, bitiribdi. İndi internatura keçir, internaturanın 2-ci kursundadır. Oğlum hal-hazırda bir ili YNT-ni verdi. O da Qazaxıstan Nemesk Universitetdə qəbul olub orada oxuyur, 1-ci kursdadır. Ürəyinə keçən o duyğular, sözlər, salamlar nə yetirərdin? Valla birinci növbədə yenə deyirəm ki, mən həmişə fəxr edirəm ki, Azərbaycanlıyam, həmişə fəxr edirəm ki, böyük Azərbaycan həmişə bizim arxamızdadır. Qabaqdan da yenə bütün dünya Azərbaycanlılarının həmrəylik günü yaxınlaşır, yeni il yaxınlaşır. Bütün Azərbaycan millətini təbrik edirəm, Azərbaycan millətinə can sağlığı arzu edirəm. Vətənimiz həmişə çiçəklənsin. Bütün dünya Azərbaycanlılarının həmrəylik günü yaxınlaşır, yeni il yaxınlaşır. Ona görə bütün Azərbaycan millətini, bütün Azərbaycan qardaşlarımızı bu bayramlar münasibətilə təbrik edirəm. Can sağlığı arzu edirəm. Qoy həmişə millətimiz başı uca, vətənimiz həmişə çiçəklənsin, böyüsün. Elə bir ölkə olsun ki, tayı bərabər olmayan bir ölkə. Onu həmişə arzu edirəm, onu görmək istəyirik hamımız, Azərbaycanımızı. Yenə öz həkim dostlarıma, qardaşlarıma, istəsə burada, istəsə Azərbaycanda həmişə əlləri şəfalı olmağa, baxdıqları hər bir xəstəyə şəfa verməyə sözlərinlə, qəlblərində olan ruhlardan, sağlam ideyalardan ki, millətimiz həmişə sağlam, gözəl əqidəli, sağlam olsun ki, belə sağlamlıq olanda, hər tərəfli olanda millətimiz, o da bizim fəxrimizdir, o da bizim baş ucalıqdır ki, Azərbaycan milləti həmişə öndədir, həmişə Azərbaycan milləti, qələbə Azərbaycan milləti üçün yaraşır. Biz hal-hazırda bax bu Azərbaycan Birliyinin məkanındayıq. Bax bu məkanda hər 5-ci gün cümə namazına, bax bütün bax bu dostlar, insanlar bura toplaşır, cümə namazı qılırlar və ondan sonra görürsünüz bir-birinin boynundan sarılırlar, bir daha qardaşlıq rəmzini burada ifadə edirlər ki, yəni bunlar qardaşdılar, dostlar, birdilər. Eşq olsun bizim Azərbaycanlarımıza, eşq olsun bizim qürbətdə yaşayan, Azərbaycandan kənarda yaşayan, bax belə oğullarımıza, belə övladlarımıza ki, bizim Azərbaycanımızın bütün adət ənənələrini, bizə xas olan nə varsa hamısını qoruyub sağlayırlar. Bir daha təşəkkür edirəm.
Xoş gördük sizlərlə. Biz doğrudan da hər cümə günü bura yığılırıq, bu məkana yığılırıq. Mən Məmmədov Mehdi Əsədoğlu Azbirlik Cəmiyyətinin komissiyanın sədriyəm. Biz doğrudan da bütün adət-ənənələrimizi burada qoruyub saxlayırıq, nətər lazımdır. Və hər cümə günü, başqa günlər də yığılırıq, hər cümə günü xüsusi olaraq yığılırıq və burada Quran oxunur, ehsan verilir və başqa işlər, yəni millətimiz lazım olan qardaşlarımız müraciət edir, kimə nə yardım lazımdırsa, nə kömək lazımdırsa, əlimizdən nə gəlirsə, nə bacarırıqsa, biz millətimiz üçün, cəmaatımız üçün, elimiz üçün bu işləri görürük. 82-ci ildən Bakıda oxumuşam, Politexnik İnstitutunda, oranı da başa çatdırandan sonra bəs 90-cı ildən Almatı şəhərinə gəlmişəm və 90-cı ildən bu şəhərdə yaşayıram. Heç qardaşım, siz yəni institut qutarandan sonra təyinatla bura gəlmisiniz, yoxsa elə özünüz gəldiniz, seçdiniz buranı? Yox qardaşım, institut qutarandan sonra əsgərlik oldu, əsgərlikdən sonra da elə bir dünya gəldi ki, artıq Sovet hökuməti dağıldı və ondan sonra yəni hər kəsə məlumdur ki, hər kəs bir yerdə yaşamaq istədi, yəni qazanıb ailəsini saxlamaq məqsədi ilə. Baxmayaraq institut qutardıq, çox qardaşlarımız burada ali təhsillidirlər. Baxmayaraq bu işlərə biz yəni öz elimizdən qıraq bir məkanı seçəsi olduq, harda ailəni dolandıra bilərik. Bu məqsədlə bura gəldik. 5-ci gün yığılmağımızın səbəbi də odur ki, müqəddəs bir gündür, əziz bir gündür, müsəlmanlar üçün böyle gəlir. Ondan sonra saat 2-dən sonra qardaşlar, üzvlər burada olur. Saat 4-də 5-ə qədər burada şəxsi qəbullar olur. Kimin nə, hansı formada torpaq, bəli, hüquqi tərəfdə, kimin bəli ki, biz həmişə bu Qazaxıstan elində yaşayırıq. Bu gözəl prezidentlərimiz bizi həmişə imkanları yaradıblar. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allah'a bugünkündə min şükürlər olsun ki, bu gözəl evimiz yarandı, azbirlik evimiz yarandı. Burada xeyrimiz, şərimiz, hər şeyimiz burada. Allah Teala elimizə, obamızdan razı olsun. Burada gözəl işlər keçiririk burada. Burada ehsan veririk. Hər bir insan elə bir ehtiyacı yoxdur ki, İzdaniyada yaşayan insanlar, yəni imkan yoxdur. Burada gözəl şəraitimiz, imkanımız var. Burada azbirlik adından hər bir vaxt çıxış edirik, yəni cümə namazları qılırıq, ehsanla gəlirik, bura ehsana yığılırıq, Quran oxuyuruq, dua edirik, belə. Məlik qardaş, bax, burada əyləşən insanlar demək olar ki, sizdən həm yaşıddır. Bax, bizim gənc nəsil yetişir. Bax, o gənc nəsil də hansı bir vaxtda gəlib toplaşıb, bax, bu bizim dinimizə meyil eləyirlərmi, eləmirlərmi? Əlbəttə ki, hər bir vaxt həzz edirik Allahın ayətindən, Qurandan aşır. Yəni, Allah-u Teala bizə bildirir ki, ey insanlar, sizlər sapıq yollara düşmən, əyri yollara düşmən. Bir insan oğlu bir Allah kəlməsi eşitsə, bir hədis eşitsə, Allaha yaxınlaşsa, namaza gəlsə, o insan pis yola düşməz. Biz hər bir vaxt dərsimizi keçirik ki, ey insanlar, gəlin, yaxınlaşın. Biz insanoğlu nəfsinə yaranıbdır, insanda nəfs var. Quranda da deyir ki, innəl nəfsi cəhədən, yəni nəfsinə cəhəd edin, deyir Allah-u Teala. Mümkündə biz elmi İslam dinindən elm öyrətmək istəyirik. Gələcək nəslimizə, gələcək cavanlarımıza, yəni ki, bilmək lazımdır ki, biz kimik, İslamıq, biz müsəlmanıq, İslamın şərti nədir, müsəlmanın yəni işimiz nədir, bizim nə olmalıyıq, biz kim olmalıyıq? Biz elhamdülillah, biz müsəlman olaraq yarandıq, biz İslam olaraq yarandıq, başqa dinlərdən yaranmadıq biz. Buna görə bilmək lazımdır, biz müsəlman olaraq olmuşuq, müsəlman nişanəmiz olmalıdır. Elm öyrənməliyik, Quran-ı Kərimi öyrənməliyik, yəni dilimizin, şəriətimizi öyrənməliyik, bunu bilmək bizə vacibdir. Hər bir vaxt bunu tövsiyə edirik, bunu açıqlayırıq, bunu dərsi edirik. Hər bir vaxt cavanlara da tövsiyəmiz budur ki, bilin, yəni Allah'ı tanıyın, Peyğəmbərinizi tanıyın, Qurana tabi olun, başqa sapıq yollara düşmən. Bu din, İslam çox gözəl, pak bir dindir. Allah Teala sizlərdən də razı olsun, ya Rabbil Ələmin. Bugün gəldiniz, bizləri gördünüz, burada bizləri dünya göstərirsiniz, bildirirsiniz. Biz Birlik Şəhərindən bir gündən buradayıq. Bizim Gürcüstanda yaşayan Azərbaycanlar, kompakt burada 10 minə qədər Azərbaycanlı yaşayır və onların burada bu evdə yığılıb Azərbaycanın ənənələrinə sadiq qalır. Novruz bayramlığı,
bütün tədbirləri bu evdə keçiririk. Bu günləri burada olan bu 15 qardaşımız, fikirlərimiz ancaq budur ki, bu 10.000 insan bir-birini tanısın. Orada olan, biz oradan çıxan vaxtı mən bildiyimə görə harca 20.000 əhalimiz olubdu. Orada yaşadığımız o kompakt yaşayışı burada da istəyir insanlarımız için olsun ki, bizim millət dağılmayaq, bir-birimizi tanıyaq, balalarımız bir-birini tanısın. Və bax, o niyyətlə bizim bu cəmiyyət qurulub. Sizi burada görməyimizə çox şadıq, çünki Qazaxstanda yaşayırıq və bugün gördük ki, Azərbaycandan dünya televiziyası bura gəlib, bizdən məsələn müsahibə götürürsünüz. Ona görə çox sağ olun. Fürsətdən istifadə edib bütün Azərbaycan xalqını, dünya Azərbaycanlarını buradan salamlarımızı çatdırırıq. Yəqin ki, bax bu cəmiyyətin nəzdində idmançılarımız da var da. Bu olmayan mümkün. Çox gözəl idmançılarımız var, dünya çempionu çıxanlarımız da var. Qabal elindən burada çox fəaliyyət göstərən idmançılarımız var. Bütün Qazaxıstan da tanıyır, hamı da tanıyır. Biz burada otururuq, hər tərəfli bütün problemlərimizi məsələn rəşət edirik. Öz cəmiyyət, xalqımızın da, bütün hamısının problemlərini həll edirik. Yəni sən bütün görülən işlərdən razısan da, yəni insanların gördüyü işlərdən. Həmişə bizim Azərbaycanın özünün deyimi var. Ağsaqqal olan yerdə həmişə din olar, iman olar, ruzi olar, bərəkət olar. Və bu kəndin, bu mahalın, bu elin ağsaqqallarından biri Faiq müəllimdir. Mən Faiq müəllimin yanındayım. Elə onların özlərinin bu məkan, bu yer demək olar ki, bunların özlərinə aiddir, bizim Azərbaycanlara aiddir və biz rahat oturub söhbət edirik çay süfrəsində. Faiq müəllim, xoş gördük sizi. Axşamınız xeyir olsun, xoş gördük, xoş gəlmişsiniz. Yəni, hərbi xidmətimdən sonra vəziyyət belə gətirdi ki, ali təhsil almaq üçün mən Almatı şəhərinə gələsi oldum. Ali təhsilimi burada Almatı şəhərində aldım. Elə oldu ki, Sovet hökuməti dağılanda 91-ci ildə mənə diplomu vermədilər. Ona görə ki, Sovet hakimiyyəti dağılıbdır, sən qalıb burada işləməlisən, yoxsa diplom vermirlər mənə. Mən məcburiyyət qarşısına qaldım, qaydası olmadım, burada qaldım, işlədim. Burada sonra evləndim, ali təhsilimi də burada belə ki, aldım. Burada evlənəsi oldum, ancaq həyat yoldaşımı Azərbaycandan gətirdim. Mən bizim diasporaların təşkilatına harca Sovet hökuməti dağılandan sonra 91-ci ildən bu təşkilatlar yarandı. Hər zaman hamısınınla bərabər olmuşam, həmişə öz köməyimi təklif eləmişəm. Onlarla bərabər həmişə hər zaman iştirak eləyirəm. Bakın, neçə övladınız var? 2 evladım var. Bir qız, bir oğlan, sağ olun. Böyüklər yoxsa? Qızıma toy eləmişəm, köçürmüşəm. Nəvə var mı? Var, 2 nəvəm var. 2 nəvəm var. Gözəl pay var. Bəli, bəli. Oğlum da UIB Universitetində oxutmuşam, hər hal axır zamanda indi öz sənət üzrə işləyir. Faiq müəllim, bax, doğulduğunuz Qabala, bizim doğma Azərbaycana tez-tez gedib gəlirsiniz, yoxsa? Bəli, tez-tez gedirəm, hər halda anam orada yaşayır. Tez-tez əlaqə Qabalda. Azərbaycanda bacım yaşayır. Tez-tez onlardan əlaqə saxlayıram. Telefon, Skype, internet vasitəsilə 2 ildə bir dəfə, nə qədər gec olsa da 2 ildə bir dəfə gedirəm, ziyarət eləyirəm. Hər bayramlarda paylarını göndərirəm. Qaldı Azərbaycanımız, bu bizim ən əzizimizdir bizim. Azərbaycan xalqımıza, millətimizə, xoş arzularımızı, salamlarımızı daimi çatdırmaq istəyirdik. Bizim ən ağır, qəlbimizin ağır yeri Qarabağımızdır. Arzu edərdim ki, Qarabağ məsələmiz bizim tezcəliklə həll olsun. Mənim həmsöhbətim yenə Qabal elinin, Qabal mahalının, Qabal obasının bir övladıdır, onun dəyərli övladlarına bilirdi. Mən Rizvan qardaşımla bir yerdəyim. Rizvan mənim, xoş gördük sizi. Əvvələ xoş gəlmişsiniz. Bütün
Azərbaycanda yaşayan Azərbaycanlıları, nəinki bütün dünyada yaşayan Azərbaycanlıların hamısını salamlayıram. Burada yəqin ki, həm Azərbaycanın, həm doğulduğunuz o Gürcüstan torpağının mətbəxinin burada təbliğ edirsiniz, yəni yeməklərini. Əlbəttə, yeməklərin hamısını təbliğ edirik. Bütün gələn bizim buraya klientlərimiz hamısı bilir ki, burada Qafqaz kurnasıdır, Azərbaycan kurnasıdır. Biz təsvir edirik yeməkləri, öz yeməklərimizi göstəririk. Ofisiantların hamısını həmişə çalışırıq öyrədək. Baxmayaraq ki, çox çətindir öyrətməyə. Bizim yeməkləri təsvir eləməyə öyrədirik onları. Tam bütün alıcıların hamısına çatdıra bilsinlər bizim menüdəyi fikirlərimizi. Bu millət yesin, bizim yeməklərin dadını, ləzzətini öyrənsinlər və bilsinlər ki, nə qədər bizim yeməklərimiz gözəldir, dadlıdır. Bu 40 ildən artıq burada yaşadığım vaxtda mən heç bir ögeylik, heç bir şey burada mən hiss eləməmişəm. Əgər bu torpaq mən üçün ikinci vətəndirsə də, bu torpaqdan mən bəhrələnmişəm, bu torpaqdan mən qalxmışam, mən qızıma ali təhsili İngiltərədə almışam, İngiltərədə oxuyubdum. Nəvəm böyüyür, birinci sinifə gedir. Bu millətlərin dostluğu, iki Azərbaycan və Qazaxıstan arasındakı dostluqların nəticəsidir ki, mənim nəvəm getdi, bu il birinci sinifə getdi. Birinci sinifdə Qazaxdır, Koreydir, Urusdur, cür və cür başqa millətlərdən bir sinifdə oxur, heç bir fərqlənmə yoxdur. Eyni zamanda mən bu işdə işləyirəm, dövlət orqanlarına gedir, gəlirəm. Heç bir fərq qoyan yoxdur, heç bir sual verən, başqa bir sual da verən yoxdur. Çünki bu millətin içində mən yaşayıram, böyüyürəm, bu millətin mədəniyyətinə mən bilirəm, mədəniyyətinə böyük hörmətim var. Eyni bizim mədəniyyətdən demək olar ki, bir-birini təmsil edən mədəniyyətlərdir. Hər bir üst-üstə düşür hamısı. Əvvələ özünü sən necə aparsan, elə də ki, sana qiymət verəcəklər kənardan. Başqa qaldı, burada mən yaşayıram, mən hər bir şey doğrudan da özüm hiss edib görürəm ki, heç bir ögeylik, heç bir başqa fikir ola bilməz. Bu millətdə mənim dostlarım da var, dövlət orqanında da işləyirlər və yaxud elə-belə adi insanlar da var. Həmişə böyük hörmətlə bir-birimizə yanaşırıq. Adicə olaraq bu dövlətin prezidenti Nursultan Nazarbayevin apardığı daxili və xarici politikalardan, siyasətdən çox mən razıyam. Nəinki apardığı o siyasətdən, bizim Azərbaycan Asiyasına harada biz birləşirik, çox böyük fikir verir. Biz istədiyimiz zaman istədiyimiz sualı, istədiyimiz bir problemimiz varsa da öz asosiasiya sədrimizin vasitəsilə prezidentə qədər biz çıxa bilərik. Məsələmizi həll eləyə bilərik. Çatdıra bilərik fikrimizi o səviyyəyə qədər. Artıq bizə nə lazımdır? Yaşa, işləklə, dövlətdə, qanunlarına, qanun çərçivəsində hərəkət eləklə heç bir problemin olan deyil. Çox gözəl dövlətdir. Mən sevirəm bu iki dövlətin bir-birindən olan əlaqəsini pressədən görürəm. Mən sizi nə vaxt dəvət edeyim Azərbaycana? Bax, bu 14 ildir getmişsiniz. Orada biz Azərbaycanda görüşək. Azərbaycana mən ailəmlə gəlmək istəyirəm. Nəvəm biraz böyüsün, nəvəm ailəvi gəlmək istəyirəm. Ailə ilə gələcəm, Allah qoysun. İstəyirəm qızıma, nəvəmə nəinki Azərbaycanı, Gürcüstana da getmək istəyirəm. Bu Azərbaycanın, Gürcüstanın mədəniyyətini, yeməyini, televiziyadan, qəzetdən yox, həqiqi görsünlər onu. Onun üçün fikrim odur ki, onlara aparıb bir gəzdirmək istəyirəm. İnşallah Allah qismət eləsin. Salam Azərbaycan verilişinin daimi izləyiciləri, verilişimiz öz axarda davam edir. Biz gözəl bir evdəyik, bir məkandayıq. Yusif qardaşımızın evindəyik. Bura qonaq təşrif buyurmuşuq və istədik ki, onun gözəl cüt nəvəsi var. O nəvələrini biz lentalaq, bir doğma
diyardakı qohum, əqrəba hamısı bunları görsün, bu gözəl gül balaları. Mən ilk öncə Yusif qardaşıma üzümü tuturam. Yusif, biz xoş təşrif buyurmuşuq sizin evə. Xoş gəlmişsiniz, səfa gətirmişsiniz. Həmişə siz gələsiniz. Çox sağ olun ki, gəlib qürbətdə yaşayan Azərbaycanlıları bizləri yad edib efirlərdə göstərirsiniz. Bizim borcumuzdur və mən körpə balalara keçid alıram. Sənin adın nədir? Ruslan. Biraz möhkəm de görüm. Ruslan. Ay maşallah, neçə yaşın var? 7. 7 dərsə gedirsən? Hə. Neçənci sinifə gedirsən? 2-ci. 2-ci sinifdə? Dərsləri Azərbaycan dilində oxursan, yoxsa rus dilində, yoxsa Qazax dilində? Rus dilində və Qazax dilində. Rus dilində və Qazax dilində. Və Azərbaycan dilini görəyəmsən? Azərbaycan dil bilirəm ona görə. Bilirsən, ha? Maşallah. Yaxşı. Bax, dərsləri necə oxuyursan? Yaxşı. Sənə dərsləri öyrənməkdə kim kömək eləyir? Baba kömək eləyir, mama kömək eləyir, papa kömək eləyir. Mama. Demək, əsas işləri maman kömək eləyir, hə sənə? Bilməyəndə kömək eləyirəm. Bəs yaxşı, sən bax, Azərbaycan musiqisinə, mahnılarına qulaq asırsan mı? Bir mahnı oxuya bilərsən? Hə. Hansını oxuya bilərsən? Sarı gəlin. Oxu görək. Saçın ucu hörməzlər, gülü sulu dərməzlər, sarı gəlin. Saçın ucu hörməzlər, gülü sulu dərməzlər, sarı gəlin. Bu sevdanı sevdadır, səni mənə yar verməzlər. Neynim aman eman, neynim aman eman, sarı gəlin. Ay maşallah, ay sən yaşayasan. Bayaq biz sizə gələndə sən orada evdə bir mahnı oxuyurdun. Gürcüstan, Azərbaycan deyirdin. O mahnı bir oxu görüm. Azərbaycan və Gürcüstan iki dövlət, canım mənim Gürcüstan vətənimdir. Azərbaycan qanım mənim, bu qəlbimi, ürəyimi iki yerə bölürəm mən. Qaradəniz, mavi Xəzər ürəyimdir hər ikisi. Millətimi mən sevirəm, dövlətimi mən sevirəm. Gürcüstanlı Azəriyəm, Gürcüstanlı Azəriyəm. Bacımın adı nədir? Hə? Bacımın. Adı mı? Hə, adı. Məryəm. Məryəm, danışa bilsən Azərbaycanca? Hiç danışa bilmirsən. Как тебя зовут? Məryəm. Ruslan, sənin Azərbaycanda, Gürcüstanda əmi, dayı, xala, bibi kimlər yaşayır? Oruç baba, Müslüm nənə, Çingiz baba. Onların hamısına salam göndərmirsən buradan? Ora bax, yine kameraya bax, salam göndərim. Salam göndərəm sizə. Kimlər istəyirsən hamıya bax, əlindən salam göndərəm sizə. Hamımıza.
Müsahibim İctimai Birliyin sədri Rasim Məmmədovdur. Rasim, xoş gördük sizinlə. Sağ olun Mehman müəllim. Allah sizdən razı olsun. Birinci növbədə mən salam verilişinə çox minnətlərim bildirirəm. Salam Azərbaycan verilişinə minnətlərim bildirirəm. Doğulmuşam Gürcüstanda, Laqadeski rayon, Qabal deyilən bir kənd yerində doğulmuşuq, xanadan olmuşuq. 92-ci ildə biz köçmüşük Qazaxıstan dövlətinə. Allah bu dövlətdən də razı olsun. Qazaxıstana ver demişkən vermiş olsun. Gözəl torpaqdır. Yəni ki, o demək deyil ki, imенно bizim millətimizə görə. Yəni, tamamilə gözəl torpaqdır, bolunludur. 95-ci illərdə, yəni ki, bəli, assambleya yaranıbdır. Onu deyir ki, 95-ci ildə mən hələ 3-cü sinif edirdim. Allah razı olsun. Yəni ki, gərək düzün demək lazımdır. Mən elə bilirəm ki, bu gözəl bir strukturadır. Bunu həqiqətidir Nursultan Abişeviç Nazarbayev bizim Qazaxıstanın prezidenti bir gözəl bir institut elə bir ki təslim olunubdur, yaradılıbdır. Elə bilirəm ki, gözəl də gedişatı var. Həqiqətdə neçə bir millət burada yaşayırsa, bir-birinə hörmət, mehribandırlar. Bəli. Ümumiyyətlə, yəni ki, həqiqət demək, gərək düzün demək lazımdır. Həqiqət də budur ki, bu şey var bugünkü gündə. Ailəli sizdə yəqin. Evet. Övladlarınız. Bəli, 4 evladımız var. 2 qız, 2 oğul. Böyüklər yoxsa balacaqlar? Böyük qızın 13 yaşı var, 14 olacaqdır. Bax, kiçimizin də 7 aylığı. Allah saxlasın, hamısının toyunu görəsən. Yəqin ki, evdə uşaqlarla Azərbaycan dilində danışırsınız da, yəni burada yaşamanız var. Təmiz. Mən onlara da həmişə demişəm ki, öydən çıxdıq Rus dilində, öyə girdik Azərbaycan dilində. Mən arzulardım bizim nə boyda olmasa da biz burada yaşasaq da, burada olsaq da, burada bizim evlatlarımız olur. Gürcüstanda anadan olmuşuq. Gürcüstanda Qabal kəndində ata-babalarımız torpaqda yatır. Allah hamılarına rəhmət eləsin. Biz yerə heç bir şeyi, insan nəyisə unutmamalıdır. Hər bir şeyin öz dəyəri var, öz yeri var. Mən deməməliyəm, mən millətimdir, mən Azərbaycanlıyam. Mən istəyərəm ki, Azərbaycan aşsın, daşsın. Onu elə biləm ki, hər bir mərfətli bir, özünü bir qanacaqlı bir insan onu sevinməlidir elə bir şeylərə. Ondan başqa da deyə bilərdim ki, elə bir Qabal torpağında da yenə deyirlərimiz, babalarımız torpağa bastırmışıq. Bizi orada bölmüşük. Biz onu unutmamalıyıq. Bəli. Deyirəm ki, Qazaxıstan torpağını Allah ver demişkən versin. Mən yenə deyirəm ki, bu bizim prezident Abişeviç Nazarbayev elə bir hörmətli bir avtoritetli prezidentlərin biridir. Valla mən sizə böyük bir minnətdarım bildirirəm. Qoy Allah sizə bizim dünya üzrə həmişə tanınmış olsun, həmişə belə ehtiyacı olmuş olsun bizim Azəri millətimizə, bu salam Azərbaycana. Allah sizləri var eləsin, Azərbaycanımız var olsun, eşq olsun xalqımıza, millətimizə, Azərbaycanımıza.